vaxtınız xeyirli olsun. Sizə söz yaradıcılığından bağlı kiçik nüanslar, amma imtahanda ən böyük səhvlərin edildiyi nüansları çatdırıram. Birincisi, əziz dostlar, yadınızda qalsın, sözün leksik şəkilçi olan hissəsinə baxırsınız. Əgər sözün leksik şəkilçi olan hissəsində neçə dənə leksik şəkilçi varsa, demək ki, o sözün o qədər mənası dəyişib. İkincisi, sözdə olan leksik şəkilçilər eyni nitq hissəsi də düzəldə bilər, hər bir leksik şəkilçi müxtəlif nitq hissəsi də düzəldə bilər. Məsəl üçün, bir sözdə 3 dənə leksik şəkilçi varsa, burada 3 dənə fərqli nitq hissəsi də ola bilər. Amma 3 dənə leksik şəkilçi varsa, burada yalnız bir nitq hissəsi də ola bilər. Bu, leksik şəkilçilərin düzəltmə funksiyasından asılıdır. Amma neçə leksik şəkilçi varsa, o qədər sözün mənası dəyişib. Neçə leksik şəkilçi varsa, uşaqlar, sözün o qədər başlanğıc forması dəyişib. Çünki sözün başlanğıc forması sonuncu leksik şəkilçiyi daxil olan hissədir. Əgər bir sözə birinci leksik şəkilçi artırmışsınızsa, başlanğıc forma birinciyə qədərdir. Sonra yenə leksik şəkilçi artırmışsınızsa, yenə ikinci leksik şəkilçiyə qədərdir. Üçüncü artırmışsa, üçüncü şəkilçiyə qədər, ta ki qrammatik şəkilçiyə qədər olan bütün başlanğıc formalar fərqli formada ola bilər. Gəlirik sözün quruluşuna. Bir sözün quruluşunu, əziz dostlarım, bir sözdə 3 dənə leksik şəkilçi varsa, bu sözün quruluşu 3 dəfə dəyişməyib. Bu sözün quruluşu bir dəfə dəyişib. Çünki sözün quruluşunu yalnız birinci leksik şəkilçi dəyişir. Yerdə qalan leksik şəkilçilər sözün quruluşunu dəyişmir. Əziz dostlar, məsəl üçün bir sözdə 3 dənə leksik şəkilçi varsa, sadə sözdən düzəltmə söz eləyən birinci leksik şəkilçidir. Yerdə qalan leksik şəkilçilər sözü düzəltmə eləmir. Zaten söz özü düzəltmədir. Bir də nəyə diqqət edirsiniz uşaqlar? Söz yaradıcılığında kök anlayışı var, bir də hansı nitq hissəsindən düzəlmə anlayışı var. Kök anlayışı odur ki, sözün ayrılıqda işlənə bilən mənasıdır. Bəs hansı leksik başlanğıc forma, hansı başlanğıc forması olmasını diqqətli olmaq lazımdır. Ən əsası da sözün kökü ilə yarandığı nitq hissəsinə diqqətli olmaq lazımdır, əziz dostlar. Sözün kökü, sözün müstəqil şəkildə suala cavab verən cümlə üzvü kimi işlənən mənasıdır. Yarandığı nitq hissəsi isə sonuncu leksik şəkilçi. Sözün hansı hissəsinə artırılıbsa, demək ki, söz həmin nitq hissəsindən yaranıb. Misal üçün deyirəm ki, evimizdəkilər sözü var. Məsəl üçün, ev, evimiz, evimizdəki. Demək ki, evimizdəki sözü hansı nitq hissəsindən yaranıb? Evimiz ismindən yaranıb. Çünki dakidəki sonuncu evimizdəki sifət düzəldən dakidəki şəkilçisi hara artırılıb? Evimiz sözünü artırılıb. Və yaxud da deyirəm ki, dənizçilikdəki sözü. Dənizçilikdəki sözün kökü nədir? Dəniz. Dənizçilik sözünün quruluşunu dəyişən nədir? Dənizçi. Dənizçilik sözü hansı nitq hissəsindən yaranıb? Dənizçilikdəki sözü hansı nitq hissəsindən yaranıb? Dənizçilik sözündən yaranıb. Niyə? Çünki dakidəki artırılan sonuncu şəkilçi dənizçilik şəkilçisidir. Və dənizçilik sözü hansı nitq hissəsidir? Təbii ki, isimdir. Bir daha deyirəm, əziz dostlar, dənizçilikdəki sözünün kökü dəniz ismidir. Dənizçilikdəki sözünün quruluşunu çı, çi, çu, çü birinci leksik şəkilçi dəyişib. Dənizçilikdəki sözünün başlanğıc forması dənizçilikdəki sözüdür. Dənizçilikdəki sözünün başlanğıc forması neçə dəfə dəyişib? 3 dəfə. Dənizçi, dənizçilik, dənizçilikdəki. Dənizçilikdəki sözünün nitq hissəsi neçə dəfə dəyişib? 2 dəfə. Dəniz, dənizçi isimdir, dənizçilik isimdir, amma dənizçilikdəki sifətdir. Dənizçilikdəki sözünün mənası neçə dəfə dəyişilibdir? 3 dəfə dəyişilibdir. Dəniz ismi, dənizçilik, insan, dənizçi, o insan, dənizçilik sənət peşə, dənizçilikdəki isə əlamətdir. Ona görə əziz dostlar, bu məsələdə diqqətli olmağınızda fayda var. Hər birinizə imtahanda uğurlar.